Salam uşaqlar, necəsiz? Bizim bugünkü mövzumuz, deməli, həyat bilgisi 1-ci sinif, dərs 15, büdcəni qoyuruq mövzusu olacaq. Ailənin yaşamaq üçün, bəli, büdcəyə ehtiyacı var. Bu doğru fikirdir və büdcə gəlir xərc məsələsi də əsas faktorlardan, əsas amillərdən biridir. Deməli, şəkildə gördükləriniz haqqında danışın. Sizcə ailənin büdcəsi necə yaranır? Ailənin büdcəsi ümumi olaraq hər kəsin, ailənin büdcəsi odur ki, hər kəsin toplam aylıq gəliri və hər kəsin toplam aylıq xərci. Hər kəsin toplam aylıq gəlirindən hər kəsin toplam aylıq xərci çıxılır və ümumi geriyə qalan büdcə yaranır. Ümumi büdcə isə hər kəsin sadəcə aylıq qazancını ifadə eləyir. Geriyə qalan büdcə isə hər kəsin gəlirindən hər kəsin ümumi xərcini çıxdıqda geridə qalan büdcə məhz olur ailə, geriyə qalan büdcə. Deməli, gündəlik və gözlənilməz xərclər nədir? Gündəlik və gözlənilməz xərclər gündəlik qida mənbəyimiz, məsələn, su, çörək, yağ, pendir, süd ola bilər. İndi təbii ki, bu hər kəsin yeməyindən asılıdır. Bundan əlavə olaraq ən çox qida tələbatıdır. Çünki gündəlik bir paltar almadığımız üçün ancaq gündəlik qida xərclərimiz ortaya çıxır və nəqliyyat xərclərimiz ola bilər. Gündəlik metro ilə, bir dəfə metro ilə hərəkət edə bilərik, bir dəfə avtobusla, bir dəfə gedə bilərik, deməli, nə ilə? Taksi ilə və s. Gündəlik tıxac olar, yollar bağlı olar, taksi ilə gedə bilərik və s. və s. Gündəlik xərclər bunlardır. Yəni gözlənilməz xərclər. Ailə büdcəsinə o dərəcədə qənaət edilir ki, ailə büdcəsinə. Deməli, hər kəs istifadə eləyəcəyi şeyi minimuma endirir və əlavə, məsələn, çölə çıxarkən otağın işığını yanlı qoymaq, yəni söndürməmək, suyu açıq qoymaq və yaxud sudan daha az qənaətlə istifadə eləmək, başqa gündəlik daha qənaətcil, ekonomik bir şəkildə qida yemək, yediyimiz yeməyi sonacan yemək, çölə atmamaq, gerisini zibilə atmamaq və s. və s. Ailə büdcəsinin daimi gündəlik xərclərini yaşıl, gözlənilməz xərclərini qırmızı rənglə eləyək. Gəl edək uşaqlar. Deməli, yaşıl rənglə nə eləyəcəyik? Gündəlik, daimi gündəlik xərcləri. Daimi gündəlik xərcləri nədir uşaqlar? Daimi gündəlik xərclər budur. Sonra və maşındır daha çox. Yəni avtomobillə, avtobusla nəqliyyat ola bilər. Bir də çörək, süd və s. ola bilər. Bu gündəlik xərclərdir. Gözlənilməz xərclər isə oyuncaq ola bilər. Çünki gündəlik bir oyuncaq almırıq və krem və digər tibbi məhsullar da gözlənilməz xərclərə aid edilə bilər. Belə. Sonra israfçılığı təsvir edən şəkilləri işarələyin. Sizcə ailə büdcəsinə başqa nə cür qənaət etmək olar? İsrafçılığı elədiyimiz, deməli, hər üç israfçılıqdır uşaqlar. Birincidə otağın işığını yanlı qoyub, ikincidə qazı yanlı qoyub, olmaz belə. Üçüncüdə suyu açıq qoyub. Birincidə işıq əvəzinə pəncərəni açaraq günün işığından istifadə eləmək olar. İkincisi, qazı açıq qoymaq əvəzinə bağlaya bilərik. Suyu da açıq qoymaq əvəzinə yenə bağlaya bilərik. Əgər büdcəni idarə etmək sizə tapşırılsaydı, pulları nəyə xərcləyərdiniz? Sizcə uşaqların hər istədiyi alınmalıdırmı? Xeyr. Hər istədiyi alınmalı deyil. Çünki uşaqlar, belə bir şey deyim sizə. Gəlin belə bir eksperiment aparaq. Bizim dişimiz ağrıyır və bizə tapşırılıb ki, həkim məsləhəti ilə heç bir zaman bir ay müddətində şirin bir şey yemək olmaz. Düzdür? Və bizim ürəyimiz hər gün çiyələk, banan,
sonra şirniyyat, dondurma, bunun tərzi şeylərdir və biz hər gün bunlardan hamısından yeməliyik. Yəni ürəyimiz bu cür istəyir. Bəs sizcə bu düzgündür? Bizim üçün anamız, atamız və yaxud digər böyüklərimiz bizə bunu almalıdır? Əlbəttə ki, yox. Bizim hər istədiyimiz bizim üçün hər doğru hərəkət sayılmaya bilər. Yəni hamısı bizim istədiyimiz hər şey alınırsa bizim üçün ən yaxşısı olacaq deyə bir şey yoxdur. Bizim ən birinci istəyimizdən əlavə bizim ən birinci sağlamlığımız qorunmalıdır və biz balaca vaxtda öz sağlamlığımızı valideynlərimiz tərəfindən öyrənirik. Onlar bizim sağlamlığımızın qeydinə qalır. Ona görə də biz ən yaxşı şeyləri 18 yaşımızdan sonra bilə bilərik ən azından. Yəni indiki halda bizim dişimiz ağrıdığı zaman bizim marujnaya ehtiyacımız, dondurmaya ehtiyacımız yoxdur. Bu yanlış bir fikir olar. Ona görə də uşaqların hər istədiyi alınmalı deyil. Belə uşaqlar, ümid edirəm bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik. Hələlik.